Salam değerli futbol severler. Hər birinizi xoş gördük. Qarabağın rəqibi Eintracht komandasının düşərgəsində tufan var, tufan. Nələr baş verir? Bir qədər sonra biləcəksiniz. Həmçinin Qarabağ komandası iki futbolçuya rəsmi təklif göndərdi. Bu futbolçular kimlərdir? Bu barədə də sizləri məlumatlandırmağa çalışacağıq. Həmçinin gündəmdə olduqca maraqlı xəbərlər var. Qarabağın hücumçusu ayrıldı. O Avropada oynayacaq. Digər hücumçu isə Azərbaycan Premyer Liqasındakı başqa bir kluba keçir. Daha ətraflı məlumat alacaqsınız. Ondan öncə ricam var. Videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə abunə olub bildirişi açıq tutun. Mən isə məlumatları sizin nəzərinizə dərhal çatdırım. Bəli, dəyərli dostlar, bir qədər öncə qeyd etdiyim kimi Qarabağ komandası iki futbolçuya rəsmi təklif göndərib. Bu barədə Qarabağa yaxınlığı ilə bilinən Qolaz saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Qarabağ komandası iki futbolçuya rəsmi təklif göndərib və yaxın bir həftə ərzində bu futbolçuların ciddi şəkildə fikirlərini dəqiqləşdirib cavab vermələrini rica edib Qarabağ komandası və yəni yaxın günlərdə Qarabağ komandası bir və ya iki transfer rəsmiləşdirə bilər. Qarabağ komandasının bəs transfer etmək istədiyi futbolçular kimlərdir? Biz də bir qədər araşdırdıq məsələni və sizlərin də nəzərinizə çatdırmaq istəyirik. Hal-hazırda ekranda görürsünüz Abdülaziz Yakubu. Bəli, bu futbolçu 23 yaşından bu tərəfə Qarabağın hədəfindədir. Hətta 2021-ci ildə yayda yadıma gəlir indiki kimi Avstriya təlim məşq toplanışında bu futbolçu baxışa dəvət olunmuşdu. O zaman bu futbolçu Portuqaliyanın Vitória komandasında çıxış edirdi. Və Qarabağ komandası bu futbolçunu çox bəyənmişdi. Mərkəz hücumçusudur bu arada. Sonra bu futbolçu təəssüf ki, tibbi baxışdan keçə bilmədi. Zədəli olduğu üçün Qarabağ komandası bu futbolçunu transfer etmədi. Qeyd edim ki, futbolçunun hal-hazırda 27 yaşı var. Artıq 4 il keçib həmin hadisədən. Amma Qarabağ komandası yenə də bu futbolçunu öz düşərgəsində görmək istəyir. Futbolçunun boyu 1,87 m-dir. Qanalıdır, mərkəz hücumçusudur, bir qədər öncə qeyd etdim və hal-hazırda Yaponiyanın deməli Shimizu komandasında çıxış edir və yanvar ayının 31-də, yəni bu ayın 31-də, ayın sonunda onun müqaviləsi başa çatır və belə olduqda Qarabağ komandası bu futbolçunu, bu möhtəşəm futbolçunu heç bir təzminat ödəmədən öz sıralarına qata bilər. Sadəcə bu futbolçunun özünü razı salmaq lazımdır. Qeyd edim ki, futbolçu 2024-cü ildə 3 milyon avro qiymətində dəyərləndirilirdi. İndi onun transferləri 1,8 milyon avrodur. Düşünürəm ki, Qarabağa gəlsə, Qurban Qurbanovun rəhbərliyi altında bu futbolçu xeyli inkişaf edə bilər. 2 dəfə Portuqaliya 2-ci liqasının qalibi olmuş, bir dəfə Çin Super Kubokunun qalibi olub və bir dəfə Yaponiya liqasının 2-ci liqasının qalibi olub bu futbolçu. Dəyərli dostlar, məhsuldarlığı kifayət qədər yüksəkdir. Məsələn, 210 oyunda 91 gol vurub, keçirdiyi 210 oyunda karyerası ərzində 210 oyunda 91 gol vurub, 27 gol ötürməsi verib. Yəni kifayət qədər ümumilikdə belə deyək, bu futbolçu hər 187 dəqiqədən bir məhsuldarlıqda iştirak eləyib. Göstərici olaraq yaxşıdır, boy yaxşıdır. Məncə Qarabağa fayda verə biləcək futbolçudur. Siz nə düşünürsünüz? Bu futbolçu nə qədər Qarabağa fayda verə bilər? Fikirlərinizi şərhlər bölümündə yazın. Və Qarabağın digər transfer etmək istədiyi futbolçu haqqında da sizə məlumat verim. Bildiyiniz kimi uzun müddətdir Qarabağ komandası Andrey Klovislə danışıqlar aparır. Akademika Vizua komandasının futbolçusudur hal-hazırda və bu futbolçu kifayət qədər möhtəşəm futbolçudur. Təəssüf ki, bu futbolçu üçün çox təzminat tələb olunur və 2028-ci ilə qədər Akademika Vizua komandası ilə müqaviləsi var. 3 milyon avro tələb olunur. Məncə Qarabağ komandası bir qədər aşağı təzminata razı ola bilər. 2 milyon, 2 milyon yarım təzminat ödəyə bilər bu futbolçu üçün. Hal-hazırda Portuqaliya 2-ci liqasının
Bombardiridir 12 qol ilə. Qeyd edim ki, bu futbolçunun ötən il transfer dəyəri 1 milyon göstərilirdi. Hal-hazırda transfer dəyəri 2 milyona yüksəlib, çünki performansını da kifayət qədər yüksəldib. Düşünürəm ki, Qarabağa gəlsə performansını maksimum şəkildə yüksəldə bilər və bəlkə də Qarabağdan daha böyük klublara, Avropa klublarına, daha böyük Avropa klublarına keçə bilər. Qeyd edim ki, bu futbolçu da Braziliyalıdır, São Paulo şəhərində doğulmuş və internasional futbol məktəbinin yetirməsidir. Daha sonra Portuqaliya klublarında da çıxış edib. Uğurlarına gəldikdə Portuqaliya 2-ci liqasının qalibi olub bu futbolçu da və Bombardir və ilin ən yaxşı futbolçusu seçilib Portuqaliya 2-ci liqasında dəyərli dostlar. Onu da sizin nəzərinizə çatdırmış olduq. Bu futbolçunun göstəriciləri də əladır. Bəli, hal-hazırda Portuqaliya 2-ci liqasında keçirdiyi 18 oyunda 14 qol vurub, 2 qol ötürməsi ilə yadda qalıb. Bəli, iki futbolçu, ikisi də Portuqaliya 2-ci liqasında çıxış etmiş və möhtəşəm çıxış etmiş futbolçulardır. Sizcə Abdulaziz Yakubu yoxsa Andrey Klovis hansı futbolçu Qarabağ üçün daha yaxşı nəticə verə bilər? İkisi də mərkəz hücumçusudur və Qarabağın ehtiyacı var bu futbolçulara. İkisinin də transferi baş tutsa Qarabağın qarşısını ala bilməzlər. Və hücumçu transferi reallaşacaq. Onunla yanaşı Qarabağdan hücumçular da ayrılır. Bu barədə də məlumat verim. Ramil Şeydayev Qarabağdan ayrılır. Aldığımız məlumata görə o, bilirsiniz, Qarabağla mövsümün sonuna qədər müqavilə imzalayıb. Təqribən 6 ay qalıb müqaviləsinin, 5 ay qalıb müqaviləsinin başa çatmasını və qalan o müddəti Zirə komandasında icarə əsasında keçirə bilər Ramil Şeydayev. Qeyd edim ki, hal-hazırda Zirənin hücum xəttində ciddi problemlər var. Belə ki, biz yoldaşlıq görüşlərində də gördük. Volkov zədəlidir, Bogomovski isə hələ ki qol vurmaq fikrində deyil. Ona görə də Ramil Şeydayev də özünü orada suda balıq kimi hiss edə bilər. Düşünürəm ki, Zirə komandasına da fayda verə bilər. Qarabağa onsuz da Ramil Şeydayev lazım deyil. Ramil Şeydayev kimi Musa Qurbanlı var, Nəriman var və s. Qarabağa daha yüksək səviyyəli hücumçular lazımdır Çempionlar Liqasında. Həmçinin Azərbaycan çempionatında da artıq Sabah komandası kifayət qədər ciddi mübarizə aparır çempionluq üçün. Ona görə Qarabağın işi də bu il heç o qədər də rahat olmayacaq çempionatda da. Və Qarabağın digər futbolçusu, hansı ki icarə əsasında Şamaxıda çıxış edirdi bu futbolçu. Uzun müddətdir ki, Latviya klubu ilə danışıqlar aparırdı. Latviyanın Grobina klubu ilə bir illik müqavilə imzalanıb və növbəti bir ili Qarabağın bu gənc futbolçusu David Mənsimov Latviyada keçirəcək və bu futbolçu haqqında yəqin ki, ötən il bilirsiniz Qarabağın yoldaşlıq görüşlərində şans almışdı və 2 qol da vurmuşdu. Ona görə də həm də 17 yaşlardan ibarət milli komandamızın üzvüdür. Avropa təcrübəsi yaxşı olar məncə. Qoy getsin, biz də uğurlar arzu edirik. Ümid edirəm ki, gələcəkdə Azərbaycan futbolunun tanınmış simalarından olacaq, dünya səviyyəli bir futbolçulara çevrilsin inşallah. Arzumuz budur. Və gələk əsas məsələyə. Dəyərli dostlar, bilirsiniz, qarşıda Qarabağ və Eintracht komandalarının qarşılaşması var. Və biz artıq bu oyuna hazırlaşırdıq və hətta yuxarıda görürsünüz Top Molleri yuxarı köşədə. Amma Eintrachtda nələr baş verir, nələr. Komanda dəyib bir-birinə. Bəli, baş məşqçini qovdular. Top Moller artıq Eintracht Frankfurtun baş məşqçisi deyil. Qarabağla oyuna baş məşqçisizmi gələcəklər? Yəni, ola bilsin ki, əvəz edici məşqçilərdən biri onu əvəz etsin və yaxud yeni baş məşqçi də təyin oluna bilər. Hələ 21-nə 1-2-3 gün var. Amma bu qovulma məsələsi Qarabağ üçün nə qədər faydalı olacaq, onu da bilmirəm. Çünki Top Mollerlə Eintracht biraz qarışıq futbol nümayiş etdirirdi və ümid edirdik ki, bu qarışıqlıqdan Qarabağ yararlanacaq. Amma onu əvəz edəcək və yaxud onun yerinə gələcək baş məşqçi komandanı hansı formada, hansı motivasiya ilə, hansı taktika ilə meydana çıxaracaq, bax bunu bilməyəcəyik. Ona görə Qarabağ üçün bax bu mənfi tərəfi də var. Amma digər tərəfdən komandada bir gərginlik də olacaq və bu bizim xeyrimizə ola da bilər. Siz nə düşünürsünüz?
rəqibin baş məşqçisinin qovulması bizim xeyrimizədir, yoxsa ziyanımıza? Fikirlərinizi yazın. Bu arada Xabi Alonsonun gətirilmə məsələsi var. Sabah məhz Eintracht Frankfurtun prezidenti Xabi Alonso ilə görüşəcək və danışıqlar müsbət yekunlaşarsa Xabi Alonso Eintracht Frankfurtun baş məşqçisi olacaq. Bu isə o demək olacaq ki, yenə də Qurbanovla qarşı-qarşıya gələcəklər. Hətta Xabi Alonsonun adı Liverpoolla da hallanır. Ya Eintracht ya Liverpoola baş məşqçi təyin olunsa, o yenidən Qurbanovla mübarizə aparmalı olacaq. İstəməzdim Xabi Alonso gəlsin bir Qarabağla oyuna qədər. Qarabağla oyundan sonra gəlsin dəyərli dostlar. Çünki Qarabağ artıq tanıyır, Qarabağın oyun taktikasını bilir və bizim üçün çətin ola bilər. Siz də öz fikirlərinizi yazın. Sizcə Qarabağ Eintracht qarşılaşması necə bitəcək? Qarabağ komandası rəqib qapısına neçə qol vuracaq? Ümumiyyətlə, rəqib komanda neçə qol vuracaq? Bu barədə fikirlərinizi şərhlər bölümündə mütləq yazın. Mən isə indilik sizlə sağollaşıram. Sabah yeni videoda görüşəcəyik. Buraya qədər izlədiyiniz üçün təşəkkür edirəm. Ekranda gördüyünüz videolardan birini seçib izləyə bilərsiniz. Hələlik.